Salam aleykum. İnşallah bu günləri gedirik Avtomobil Federasiyasının təşkil etdiyi klassik avtomobillərin sərgisi var. İçəri şəhərdə Qoşaqala qapısı tərəfdə. Yəni maraqlı maşınlar var. Gedək bir yerdə baxaq. İndi birazdan 5 dəqiqəyə buraxacaqlar içəri. İçəri girəndə daha yaxşı çəkməyi planlayıram. Çünki belə kənardan insanlar keçir eləyir. Rahat baxmaq olmur maşınlara. Maraqlıdır, pis deyil. Mercedes'ten başlayaq birinci. Belə bir maskivitimiz var. Daha sonra belə bir Mercedesimiz, köhnə S-Class, növbəti Mercedes qırmızı rəngdə və Çayka. Sağ-sol bilmirəm hansını çəkin. Çox maraqlı maşınlardır. Zaporojets. Üstündə də köhnə əşyalarla. Çox gözəl bir şeydir bu. Corvette. Chevrolet Corvette. Möhtəşəm deyən. Kabriolet. Rolls-Royce. Klassika. Bugatti. Növbəti Ferrari. Çok güzel bir Volga var burada. Belə, yəni həmişə olmayan bir şeydir deyə maraqlıdır həqiqətən. Bakıda istəyərdim, yəqin ki bir çoxlarımız istəyərdi ki, bu cür tədbirlər çox keçirilsin. Millətə baxın. Jaguar F-Type. Ancaq bu Y-Type'dır deyəsin. Y-Type.
Qəşəng Yeşkada. Deyirəm o vaxt maşınların, köhnələrin belə bazburutlu vitləri var idi ha. Wow, nə gözəl bir şeydir bu. Nədir bu? Çox gözəl bir şeydir, amma bilmədim nədir. Mr. Bean yadıma düşdü. Fiat. Dostlar, daha burada sizə göstərə biləcəyim bir maşın model qalmayıb. Sabahları inşallah bizim öz maşınımız da burada sürət avtomobilləri kateqoriyasında iştirak edəcək. Superkarlar, maraqlı sürət avtomobilləri olacaq burada. Onunla davam edərik. Onu da ikinci bir video kimi hazırlayaram. Bir-birinə qarışdırmayaq. Bu günləri klasik avtomobillər, sabahları inşallah sürət avtomobilləri kateqoriyasında görüşərik. Hələlik.